Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarının 63-cü sualın izahını verəcəm. Deməli, sualımız say sistemlərinə aid belə bir sual nümunəsidir. Verilmiş onluq ədədi 16-lıq say sistemində ifadə etməliyik. Bunun üçün verilmiş bu ifadənin hər bir hissəsinə ayrı-ayrılıqda 2-nin qüvvətinə gətirməliyik əvvəlcə. Birinci başlayaq 63-ün kvadratı ədədindən. Bu ədədi biz 2-nin qüvvəti kimi necə yaza bilərik? 64 minus 1 mötərizənin kvadratı kimi. Buradan deməli, A minus B mötərizənin kvadratı müxtəsər vurma düsturunun açılışına əsasən bu mötərizəni açırıq. Deməli, burada necə açırdıq mötərizəni? Birincinin kvadratı minus birincinin ikinci hasilinin 2 misli plus ikincinin kvadratı. Buna əsasən burada yazırıq. 64-ün kvadratı minus 2 vurulmuş 64 plus 1-in kvadratı, yəni 1. Buradan alırıq, 64-ü yazarıq, deməli 2 üstü 6 mötərizənin kvadratı kimi, minus 2 vurulmuş 2 üstü 6 plus 1. Nəticədə belə bir ifadə alınır. 2 üstü 12 minus 2 üstü 7 plus 1. Bu da 2 üstü 8-ə vurulacaq. Yəni vurulmuş 2 üstü 8. Bu mötərizəni açsaq 2 üstü 12 vurulmuş 2 üstü 8 minus 2 üstü 7 vur 2 üstü 8 plus 2 üstü 8 vurulmuş 1, o da 2 üstü 8-i verir. Birincidən alacaq 2 üstü 20 minus ikincidən alacaq 2 üstü 15, üçüncüdən alacaq 2 üstü 8. Bu tam yekunlaşdı. İndi keçirəm ikinci hissəyə. 65-in kvadrat ədədini. Bunu necə yazarıq? 64 plus 1 mötərizənin kvadratı kimi. Yəni 64-ün kvadratı birincinin ikinci hasilinin 2 misli. Burada da A plus B mötərizənin kvadratıdır. Baxın, birincinin kvadratı birincinin ikinci hasilinin 2 misli və ikincinin kvadratı. Yəni burada da 2 vurulmuş 64 plus 1-in kvadratı 1. Nəticədə 2 üstü 6 üstü 2 plus 2 vurulmuş 2 üstü 6 plus 1. Yəni 2 üstü 12 plus 2 üstü 7 plus 1 nəticəsini əldə etmiş oluruq. Və 4 üstü 4-ü necə yazırıq? 2 üstü 2-nin üzəri 4 kimi. Yəni 4 dəfə 2 üstü 8 kimi. Verilmiş bu ifadəni də 2 üstü 8-ə vururuq ən sonda. Yəni 2 üstü 12 vurulmuş, üzərinə gəlmiş 2 üstü 7 plus 1-i də vuranda 2 üstü 8-ə mötərizəni açırıq. 2 üstü 12 vurulmuş 2 üstü 8, 2 üstü 7 vur 2 üstü 8 və sadəcə 2 üstü 8. Nəticədə 2 üstü 20 plus 2 üstü 15 plus 2 üstü 8 nəticəsini əldə etmiş oluruq. Və verilmiş ifadələri artıq biz gətirməliyik 16-lıq say sistemində. Deməli, bu bir tərəfdən alındı, plus bu da digər tərəfdən alındı. İndi bir-bir yazaq. Birinci 2 üstü 20-dən başlayaq. Bunu 2 üstü 4 kimi necə yazarıq? 2 üstü 4-ün üzəri 5 kimi yaza bilərik. Bu bizə nəyi verəcək? Bir yanında 5 dənə 0 verəcək. 2, 4, 5 dənə 0. İkinci yazıram 2 üstü 15-i. 2 üstü 4-ün üzəri 4 dəfə 3, 12 vurulmuş 2 üstü 3 kimi yaza bilərəm. Bu bizə nəyi verəcək? 8 yanında, yəni əmsal 8-dir, 3 dənə 0. Daha sonra və 2 üstü 8-i necə yazıram? Üçüncü. 2 üstü 8-də 2 üstü 4-ün üzəri 2 kimi yazıram. Bu mənə verəcək bir yanında 2 dənə 0. Yekunda deməli, birinci bu çıxmanı həll edək, daha sonra bura gələk. Deməli, bir yanında 5 dənə 0-dan, 1, 2, 3, 4, 5 dənə 0-dan çıxmalıyam 0, 0, 0, 8-i. Buradan necə bir nəticə alacaq? Birinci, baxın, bu ifadəni həll edirəm. Deməli, 0, 0, 0 burada qalacaq. Qonşudan biz 16-lıq say sistemində əməliyyat həyata keçirildiyinə görə 16 pay alırıq. 16-dan 8 çıxırıq, qalırıq 8. Buradan deməli 16 bir payını bura verəndə burada qalır F. Burada qalır 0. Belə bir nəticə əldə edirik. Bunun üzərinə 2 üstü 8-i gələndə, yəni bir yanında 2 dənə 0-ı gələndə nəticəni alırıq 0, 0, 1, 8 və F bu formada. Bu oldu yuxarının nəticəsi. İndi aşağıya gəlirik. Burada artıq toplayacaq bu ifadələrin üçünü də. Daha sonra da bununla bir yerdə toplayacaq. Yəni bir yanında 5 dənə 0-ın üzərinə gələcəm 8 yanında 3 dənə 0-ı və bir yanında 2 dənə 0-ı. 0, 0, 1, 8, 0, 1 ifadəsini alacaq ən sonunda. Yazıram buradan. 1, 0, 8, 1, 0, 0. Bunun üzərinə də burada aldığımız nəticəni gəlirik. 0, 0, 1, F, 1, 8 üzrə 1, 8 və F. Belə bir yazılış əldə edirik. Buradan 0, 0, 1, 1 eləyəcək 2. 8, 8 eləyir 16. 16-dan bir dənə 16 çıxıram, qalır 0. 0 yazıram 1 yadda. F 15-li, bir də yadda idi 16. Yenə 0 yazıram 1 yadda. 1 də yadda eləyəcək 2. Nəticədə baxın, belə bir ifadə alınmış olacaq. Bu da bizdə A variantındadır. Bu qədər.